Dünəndən etibarən bir kəsim insanlar var ki, hansı ki bunlar həmin o qrup insanlar yazır ki, bu ola bilsin bəlkə də Ceyhun müəllimin təşkil etdiyi bir şoudur. Ya həmin vaxt bu insanlara nə demək istəyirsiniz? Həqiqətənmi bu bir şoudur və yaxud da doğrudan belə Nəsim müəllim özü getdi və yaxud da bu məsələdə bəlkə ola bilərmi ki, Kəramətin də bir rolu oldu, hər hansısa bir söz dedi ki, getdi. Çünki bunlar hamısı müzakirə olunur da, özünüz şahidsiniz. Kəramət qardaş maraqlı bir söz demişdi orada. Dedi sən pişik kimisən, girdiyin yerdən çıxmırsan. Bu söz də məni çox düşündürdü əslində. Amma kifayətdir ki, onu görməyi söz deməsə də şuuraltı, yəni Elfarik yaddaşa təsir eləsin. Onunla keçirdiyi günləri xatırlamağı kifayətlidir gördüm. Qaldı ki, şou məsələsində. Şou məsələsi də ki, düzdür, biz bir dəfə şou elədik Qarabağ gəzintisi vaxtı. Onda plan özlərinin idi. Əslində mən düzdür, şən insanam, amma dedim, yox, ehtiyac yoxdur, biz ciddi bir qurumuq deyək ki. Qurtuluş Reabilitasiya Mərkəzi. Həyata dönüş buradan başlayır.